Övladım idmanda uğur qazana bilməsə, onun gələcəyi necə olacaq? Bu bir çox valideynləri düşündürən bir sualdır. Valideynlər həmçinin illərlə repetitorlara və kurslara da xeyli pul xərcləyirlər. Hətta bu çox zaman ehtiyacdan yox, cəmiyyətin yaratdığı dəbə görədir. Bəs bu xərclərin sonu necə olur? Siz illərlə tədris mərkəzinə gedən bir abituriyentə sual verin ki, gələcəkdə nə olmaq istəyirsən? Cavabı çox vaxt belə olur. Hələ bilmirəm. Balım hara çatsa, ora gedəcəm. Sizcə bu illərlə xərclənən vaxtın, pulun və enerjinin səmərəsiz istifadəsi demək deyilmi? Övladınızın təhsili üçün xərclədiyiniz minlərlə manatın sonda uşağınızın parlaq gələcəyi olmasına zəmanət verirmi? Yox. Amma bu xərcləri normal qarşılayırsınız. Düzgün də edirsiniz. Çünki övladınızın gələcəyi üçün sərmayə qoyursunuz. İdmana xərclənən pul da eyni dəyərdədir. Bu, uşağınızın sağlamlığına, iradəsinə və xarakterinə etdiyiniz bir sərmayədir. İdmanda qazandığı bacarıqlar övladınızın gələcəkdə karyerasında, sosial həyatında və hətta şəxsi inkişafında ona kömək edəcək. Niyaməddin Paşayev, dünya çempionumuz. Hal-hazırda isə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir. Fərdi Əzizova, İlkin Şahbazov, Ayxan Tağzadə kimi idmançılarımız da hal-hazırda milli yığma komandamızın məşqçisi kimi gənc idmançıların çempion kimi yetişmələrinə töhfə verirlər. Və belə vaxtı ikən uğurlu olmuş idmançılarımız başqa istiqamətdə karyeralarını uğurla davam etdirirlər. Bəziləri deyə bilər ki, əgər Rafael Ağayev kimi bir əfsanəyə sahib çıxa bilmirlərsə, bizim övladımıza necə sahib çıxacaqlar? Gəlin reallığı düzgün anlayaq. Rafael Ağayev artıq öz yolunu qurmuş bir çempiondur. O, dünya səviyyəsində qəbul olunan bir idmançıdır. Onun hal-hazırda federasiya ilə yaşadığı çətinliklər bütün idmançılar üçün ümumi qayda deyil. Rafael öz gücü, xarakteri və mübarizə ruhu ilə hər zaman uğur qazanacaq. Bir çoxları da düşünür ki, övladım dünya çempionu olmayacaqsa, idmanla məşğul olmağın nə mənası var? Əslində isə, idman təkcə medallar qazanmaq deyil, uşağınızın həyatını quracaq bir təməldir. İdman sadəcə yarış deyil, gələcək karyera və uğur yoludur. Əgər uşağınız çempion olmasa belə o gələcəkdə uğurlu ola bilər. Bəs idmandan sonra nə etmək olar? Gəlin indi faktlarla danışaq. Bədən tərbiyəsi və idman sahəsində karyera. Azərbaycan İdman Akademiyası idmançılar üçün böyük karyera imkanları təqdim edir. Başqa universitetlərdə də idman fakültələri var və siz onları oxuyaraq fiziki tərbiyə müəllimi ola bilərsiniz. İdman psixoloqu və reabilitasiya mütəxəssisi. İdman psixologiyası bu gün dünyada böyük tələb görən bir sahədir. Peşəkar idmançılar və peşəkar komandalar psixoloji hazırlığa ciddi önəm verirlər. İdman reabilitasiyası üzrə mütəxəssis olanlar fiziki terapiya və bərpa mərkəzlərində işləyə və hətta öz mərkəzlərini aça bilərlər. İdman jurnalisti və media sahəsində karyera. İdmanda təcrübəsi olanlar idman jurnalisti, televiziya və hətta YouTube analizçisi kimi fəaliyyət göstərə bilərlər. Bu gün dünyada idman mövzusunda YouTube kanalları milyonlarla izləmə qazanır. Dövlət qurumlarında iş imkanları. Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları keçmiş idmançılara iş təklifləri edir. Buna bariz nümunə kimi bayaq sadaladığım Azərbaycan Taekvondo Federasiyasını nümunə kimi göstərmək olar. Dövlət qurumlarında çalışan idmançılar gələcək karyeralarında məşqçilik, idman idarəçiliyi kimi müxtəlif sahələrdə davam etdirə bilərlər. Hüquq və biznes sahəsində karyera. İdman hüququ sahəsi bu gün dünyada ən çox inkişaf edən sahələrdən biridir. Keçmiş idmançılar öz idman akademiyalarını, idman klublarını və hətta idman malları biznesini qura bilirlər. Gələk ən pis ehtimala, hətta diplom olmasa belə idmançılar həyatda uğurlu ola bilirlər. Harvard Universitetinin araşdırmasına görə gənclikdə idmanla məşğul olanlar iş karyerasında daha uğurlu olur, liderlik bacarıqları daha yaxşı formalaşır. Google, Apple, Amazon kimi böyük şirkətlər komanda ruhunu və dözümlülüyünü yüksək qiymətləndirirlər. Onlar işə götürmə zamanı idman keçmişi olan namizədlərə üstünlük verirlər. İdmançılar üçün ən böyük risk valideynlərin verdiyi səhv qərarlardır. Bütün uğurlu idmançılar və uğurlu karyera quranlar valideynlərin dəstəyi hesabına uğura çatır. Sizin övladınız da uğurlu ola bilər, əgər siz bu yolu ona açsanız. Əziz valideynlər, idmana çəkilən xərcləri itki kimi yox, onların sağlamlığına və gələcəyinə etdiyiniz ən dəyərli sərmayə kimi görün. Bunu da unutmayın ki, idman və təhsil bir-birini tamamlayan iki ən güclü vasitədir.
Onlar birlikdə uşaqlarınızın gələcəkdə uğurlu və güclü bir şəxsiyyət kimi formalaşmasına səbəb olacaq.